Azad media susturula bilməz. Əhmədi tutarkən onlar Əhmədə yoldaş media ilə bağlı suallar veriblər və bildiriblər ki, onu yoldaş media ilə bağlı zorakılıqlar edirlər və böhtan da elə yoldaş mediaya görədir. Mən sadəcə bunu deyə bilərəm ki, ölkədəki bu vəziyyətdən də görsənir ki, hazırda bütün müstəqil medialar böhtana uğrayır və onlar istəmirlər ki, müstəqil medialar fəaliyyət göstərsin. Ona görə hər tərəfdən nəfəslikləri kəsirlər. Əhməd saxlanılarkən zorakılığa məruz qalıb, onu çox pis döyüblər. Onun gözündə də xəsarət var və vəkil də dediyi kimi halsız vəziyyətdədir. Çünki bu adama 2 gün olub, amma heç bir yemək verməyiblər, qidalandırmayıblar. Yəni bu adam hazırda acdır və yəni bu qədər olmaz da, yəni bu qədər zalımlıq olmaz da bir insana qarşı. 4 ay müddətində onun barəsində həbs qəti imkan tədbiri seçdi. Eyni zamanda biz ev tutaqlıq vəsadət də qaldırmışdıq. Həmin vəsadət təmin eləmədi. Məhkəmədə də Əhməd Məmmədli bildirdi ki, o heç bir cinayət törətməyib, əslində zərər çəkmiş şəxs odur və döyüldüyünü və üzərində xəsarətlərin olduğunu da məhkəməyə bildirdi. Ancaq məhkəmə bunların heç birinə heç bir əhəmiyyət vermədi.